8 Mart Beynəlxalq Qadınlar Bayramı münasibətilə bütün Azərbaycan qadınlarını, analarımızı, bacılarımızı, qızlarımızı, el qızlarımızı ürəkdən təbrik edirəm. Bir yazıcı kimi, bir şairə kimi Sevinç Axel qızı səmimi qəlbdən anamın simasında bütün anaları ürəkdən təbrik edirəm. Bacılarımızı, sevdiklərimizi. Amin ay Allah. Bayramınız mübarək olsun. Qadınlar bəzəkdir dünyaya. Hər yoldan ötənə dönüb baxmayın. Hər sevirəm sözünə inanıb aldanmayın. Alçatmayın qürurunuzu, sevginizi, xəyanətdən, yalanlardan uzaq olun. Zirvələr tək uca tutun eşqinizi. Qoy layiq olan fəth etsin qəlbinizi. Sevinciniz, gülüşünüz görünür süngər. Divi də ram edərsiz bir baxışınızla. Ülviyyət uğrunda yarışın hər zaman. Gözəllik o ki var yaraşır sizə qızlar. Siz də gözəlliyə yaraşın qızlar. Arzular tək uca olun, əl çatmaz olun. Bunu eşitmişik şeirdən, qəzəldən. Qadınlar bəzəkdir dünyaya əzəldən. Bu şeirimi isə Ağbirçək analara həsr edirəm. Həyatımın mənası taxtı tacısan, vuran ürəyimin şah damarısan. Sən mənim sevincim, fərəhim, ruhum, söz dolu könlünə vurğunam anam. Ağaran saçının teli olardım, axan göz yaşının seli olardım, körpə dodağında gülüş olardım. Sənin hər anına möhtacam ana, Tanrı dərgahında yerin var sənin, həmişə hörmətlə çəkilir adın, ucalar ucası o uca qadın, sənə qurban olsun sevinç evladın. Bütün anaların qarşısında baş əyirəm, onların əllərindən öpürəm. Bayramınız bir daha mübarək olsun.